Salam dostlar, mən Dələt qəsəbəsində 2020-ci ildə 2-ci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan qəhrəman şəhid qardaşımız Elnur İbrahimovun adına salınan parka gəlmişəm. Özümə borc bildim ki, parkı çəkim, göstərim. Burada Elnur qardaşımız haqqında qısa məlumat verilib. Həyatı haqqında qısa məlumat var. Neçəncə doğulub, harada oxuyub və s. Demək, Elnur qardaşımız 1998-ci ildə Dələt qəsəbəsində dünyaya gəlib. 302 saylı məktəbdə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə gedib. Sonradan gizli kimi fəaliyyət göstərən Elnur qardaşımız 2020-ci ildə 2-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, qəhrəmancasına öz şəhid, yaralı dostlarını heç qorxmadan döyüş meydanından çıxartdığına görə dostları arasında ona Nur İşığı ləqəblə qoşulub. 2020-ci il 21 oktyabrda Zəngilan ərazisində qəhrəmancasına şəhid olub. Bu dəqiqədə Elnur qardaşımızın qəbri Nəvaə kəndindədir. Dostlar, şəhid qardaşımız Elnur İbrahimovun parkında gəzərkən Elnur İbrahimovun atasına rast gəldim. Dönməz dayımıza. Elə onların da evi parkın yanındadır. Dönməz dayı, siz indi Elnur qardaşımız haqqında danışın, necə qəhrəman olub, o haqqında danışın. Biz artıq dostlar, belə qəhrəmanlarımızı, belə qəhrəman övladları böyüdən atalarımızı tanımalıyıq. Onlar çünki bizim xalqa, millətə, cavanlara, gənclərə örnək insanlardır. Buyurun dayı, Elnur haqqında danışın, necə oğul olub, qəhrəmanlığı haqqında danışın. Elnur çox igid oğlan olub. Öz könlünü hərbi hissədə, sərhəd qoşunların hərbi hissəsində xidmət özü könüllü olaraq sentyabr 1920-ci ildə döyüşə yola düşmüş və döyüş demək olar ki, ancaq irəlidə döyüşənlərdən olur. Elnur Kəlbəzər istiqamətində, Ağdərə istiqamətində, Füzuli istiqamətində döyüşlərdə iştirak edib, Müzəffərin körpüsü alınmasında iştirak edib, Cəbrayılın alınmasında iştirak edib. Axırıncı dəfə Elnurla bizim təmasımız olub oktyabrın 16-sında. Ondan sonra Elnurla heç bir əlaqəmiz olmayıb. Oktyabrın 21-də Elnurun şəhəri ona ölkədi. Elnur elə bir oğul idi ki, vətənpərvər, vətənini sevən, millətini sevən oğul olub. Mən nə deyə bilərəm ki, ancaq bir oğlum var idi, yeganə bir oğlum vardı, onu da vətənə qurban verdi. Mənim deməyim odur ki, ancaq şəhidləri unutmasınlar, şəhidlər yaddan çıxmasın. İnşallah. Necə qəhrəman oğullar ancaq yadlarda qalsın. Amin. Tövsiyəm odur ki, indiki zamanlara vətənpərvər olsunlar, millətini sevsinlər. Yada sağlıqlıqla görəm, şəhidlərimiz də çox minnətdarım. Bir də mənim tövsiyəm budur ki, bu bəzən deyirlər ki, şəhidlər bizim baş tacımızdır, şəhidləri unutmuruq, amma onu mən istəyərdim ki, söz gəlişi yox, əsl həqiqətdə də belə olsun. Elədir. Dostlar, Elnur qardaşımızın adını daşıyan parkda Elnur qardaşımızı böyüdən qəhrəman atamıza rast gəldim. Dedik, onu da çəkək, bir gənclərimizə nəsihət versin.
örnək atamızdır, qəhrəman atamızdır. Allah yenə bütün şəhidlərimizə rəhmət eləsin. Onları böyüdən atalara, analara səbir versin. Biz onlara borçluyuq. Yəni gənclərimiz belə qəhrəman övladlarımızı özlərinə örnək götürsünlər. Biz bunları, bu qəhrəmanları gənclərimizə tanıdaq. Mənəviyyatlı, vətəninə, millətinə xeyirli olan övladlar yetişsin. Amin inşallah.